Ölkəmizdə əmək qabiliyyətli əhali ilə yanaşı əlilliyi olan şəxslərin də məşğulluq məsələsi daim dövlətin diqqət mərkəzindədir. Belə ki, onlar bir sıra müxtəlif məşğulluq və özünü məşğulluq proqramlarına cəlb olunur, peşələrinə uyğun olaraq avadanlıqlarla təmin olunurlar. (2025-ci ilin göstəricilərinə nəzər yetirsək, Dövlət Məşğulluq Agentliyi tərəfindən ötən il 5800-ə yaxın əlilliyi olan şəxs işlə təmin edilib. Bundan başqa özünü məşğulluq proqramının icrasında da əlilliyi olan şəxslər üstün hüquqa malikdirlər, yəni ki, onlara məhz sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər kateqoriyasına aid olduqları üçün əlavə skorinq balı verilməklə həmin vətəndaşların növbə sırası önə çəkilir və onlar daha üstün hüquq qazanmış olurlar bu proqramın icrasında. Və 1300-ə yaxın şəxs 2025-ci ildə özünü məşğulluq proqramına cəlb edilib və onlara müxtəlif istiqamətlər üzrə aktivlər verilməklə öz işlərini qurmalarına dəstək göstərilib. Bundan başqa Dövlət Məşğulluq Agentliyi tərəfindən peşə hazırlığı kursları təşkil edilir ki, burada da əlilliyi olan şəxslər diqqətdən kənarda qalmır. Peşə hazırlığının təşkili prosesində də əlilliyi olan şəxslərə üstünlük verilməsi ilə bağlı müxtəlif təşkilatlarla əməkdaşlıq edilir. Yəni ki, Azərbaycan Karlar Cəmiyyəti, Azərbaycan Gözdən Əlilliyi olan Şəxslər Cəmiyyəti ilə birgə peşə hazırlığı kursları cəlb edilir. Bunlar müxtəlif istiqamətləri əhatə eləyir və bu kursu bitirən şəxslərin daha sonra işlə təmin olunmalarına dəstək göstərilir. Ümumilikdə 2025-ci il ərzində 500-ə yaxın əlilliyi olan şəxs peşə hazırlığı kurslarına cəlb olunublar. Özünü məşğulluq proqramından yararlanan əlilliyi olan şəxslərdən biri də görmə məhdudiyyətli Mehman Qəhrəmanovdur. Sintezator ifaçısı olan Mehman deyir ki, görmə qabiliyyətini itirdikdən sonra dövlət tərəfindən ona bir çox dəstək göstərilib. Özünü məşğulluq proqramı çərçivəsində o, musiqi avadanlıqları ilə təmin edilib. Mən dostların sayəsində bildim ki, belə bir layihə var. Mən də qoşuldum onlara. Sağ olsun dövlətimiz, prezidentimiz sağ olsun ki, belə bir layihə hazırlayıblar və bizim kimi görmə məhdudiyyətli olan insanlarımıza dəstək olmağa davam edirlər. Mənə sırf indi musiqi avadanlığı verdilər, aparatura bir sintezatorla bağlı müraciət eləmişdi, sintezator zərifi ilə bağlı. Məclislər olur, arada məclislərə də gedirik, el şənliklərinə gedirik, gəlirik. Özünü məşğulluq proqramı Mehman kimi yüzlərlə əlilliyi olan şəxs üçün sadəcə bir dəstək deyil, həyata yenidən tutunmaq fürsətidir. Bu proqramlar göstərir ki, imkan yaradıldıqda məhdudiyyətlər əvəzinə potensial ön plana çıxır.